Adətən işlədiyi yerdən asılı olmayaraq hər bir işçidə işdən çıxarılma narahatlığı olur. Lakin müəyyən kateqoriyaya aid işçilər var ki, onların müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilə bilməz. Oxazın qanun nə deyir rubrikasının bugünkü mövzusu əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallarla bağlıdır. Kimlərin müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilməz? Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla müddətindən asılı olmayaraq reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir. Əmək məcəlləsində qeyd olunur ki, işəgötürən tərəfindən müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və halları təqdim edirik.